Osmanın jimindən sonra Osman üçün bizim komandamızın köynəyini çıxartdıq. Hal-hazırda gördüyünüz kimi kapşon dəst və sportivni dəstimiz və hətta gəlin burada sizə göstərim. Gördüyünüz kimi indi əvəz özü üçün bir də köynək dəstini çıxardıb. Qısa qol köynəyin ki, məşq zamanı geyinsin. Bu da bizim qara rəngimizdə də var. Qara rəng şortikdir, ağ rəng şortikdir. Hal-hazırda bax, gördüyünüz kimi məndə də sportivnin arxasında da ad familiyadır, soyaddır. Əvəzdə də gördüyünüz kimi indi məşqdən sonra geyinib bunu. Əvəz, gəl biraz belə söhbət eləyək də səninlə. De görüm, bu forma sənə necə hiss elətdirir? Çempion kimi. Çempion kimi. Ölümcül. Ölümcül. Ölümcül Deadly bizim komandamızın ləqəbidir. İndi qulaq as, nə deyə bilərsən forma haqqında? Ümumiyyətlə forma çox əladır. İçərisi istər indi biz bilirik ki, qarşıdan qış ayları gəlir. Xüsusən də məşq zamanı qısa qol forma giydiyimiz kimi çölə çıxanda, yağışda və s. isti tutması lazımdır ki, xəstələnib məşq buraxmayaq. Onun üçün də tövsiyə eləyirəm bu köynəyi, hansı ki, belə deyəndə sviter əvəz eləyir, kapşonu var, rahat sportivlidir, həm rahatdır. Burada rahat olmaqla paraleldə eyni zamanda qalınlığı, içərisinin mexi və s. çox mükəmməldir. Tövsiyə eləyirəm. Və yüngüldür hətta, deyən, düzdürmü? Bu da məsələn mənim sportivnimdir. Mən sportivni geyinirəm, çünki bunda özümü daha rahat hiss edirəm. Məşq zamanı həmin göstərdiyim şortiklə köynəkdir, amma məşq keçən zamanı isə bunu geyinirəm. Məşqdən sonra isə mənim də belə bir dəstim var, onu geyinirəm. Əgər kimsə sifariş vermək istəyirsə bizim komandanın formasından, arxalı zəhmət olmasa üçün öz ad soyadı ilə burada verə bilər. Yəni mənim nömrəmi qeyd eləyəcəm ora, kim istəyirsə mənə yazsın.